Böyle bu Cənnət layihəsidir. Təzə təhvil verilmiş binamız. A bloku və B bloku 2 binadan ibarətdir. Qarşıda gördüyünüz bu ərazi isə Deyarın binalarıdır. Midtown olaraq keçir. Gördüyünüz ki, məsələn burada Carrefour supermarketləri, Life, burada aptekdir. Daha sonra isə məsələn uşaqlar üçün olan bağçadır. Yəni bütün yemək belə də restoran şəbəkələrinin ən məşhurları hamısı buradadır. Katrinadır, Papa John'sdur, Spartans. Yəni böyük bir ərazidir. Gördüyünüz kimi, yəni kifayət qədər yaşıllığının təmin olunmuş Production City'nin ən önəmli yerlərindən biri deyə bilərdim. Gözəllik salonudur. Burada Pizza Hut'dır, daha bir Burger King'dir. Burada məsələn Aldi mağazasıdır. Yəni qısacası əgər ki bu bölgədə yaşasanız, buradan kənara çox çıxmağa ehtiyac yoxdur. Yəni təxminən 26-27 binadan ibarət olan bir kompleksdir bura. Çox belə səliqəli, Deyar tərəfindən inşa olunmuş bir binadır. Burada eyni qabıda bağçası vardı, iş mərkəzidir. Yəni mağazalar, restoranlar, bağçalar, bütün lazım olan hər şey bu bölgədə yerləşir. Burada arxa tərəfdə də bir məscidi mövcuddur. Yəni bu bizim Deyar bölgəmiz. İndi gedək binanın daxili ilə sizləri tanış edeyim. Belə bir giriş hissəmiz var. Burada bizim liftlərimizdir. Parking bölgələri buradadır. Gedək sizə yeni təhvil verilmiş binalarımızda idman zalını, uşaq oyunma yerini, danışamıram. Konferans salını, bütün əməklərin hamısını sizlərə göstərim. Burada havuza çıxışımız var. Kişilər üçün geyinmə otağı. Ayaqqabı, qadınlar üçün geyinmə otağı. Burada isə idman zalımız var, amma daxil olduq. Axırıcı qapı buradan açıq imiş. Kifayət geniş, fərah, həyətə baxan. Yəni bütün lazımi avadanlıqlarla təmin olunubdur. Teknogymdir. Gördüyünüz kimi hovuz, uşaq hovuzu, uşaq oyun ərazisi, oturma ərazisi, padel tenis burada gördüyünüz arada yerləşir. İdman zalı, multipurpose hall, uşaqların oyun otağı, hər şey bu ərazidə mövcuddur. Binanın həyəti kifayət qədər yaşıllıqdır. Burada gördüyünüz kimi bizim tenis meydançamız var. Havalar da istinibdir. 40 dərəcədir, 40. Bu binamız. Bu isə havuzumuz. Bu tərəflərdə yəni kifayət qədər yaşayış olan və yaşıllıq olan bir bölgədir. Qarşıda ofislərin olduğu bölgədir. Bu isə hovuzumuz. Böyüklər üçün, qarşıda isə uşaqlar üçün olan hovuz ərazisidir. Deməli, binamızda A, B tavarlar. Burada gördüyünüz kimi bütün bu binaların hamısından belə aralar mövcuddur ki, keçid eləyə bilirsiniz. Yəni artıq oralara getməyəcəm. Burada totalda 22 dənə, 24 dənə binadan ibarət kompleksdir. Burada da bizim Carrefour mağazası, digər restoranlar, mağazaların hamısı mövcuddur. Belə də bir barbekü araya vardı. Mangallar hələ gəlməyibdi, amma ki yoldadır, gələcəkdir. Burada isə konferans
otağımız var. Burada parti təşkil edə bilərsiniz, görüşlər, mitinqlər təşkil edə bilərsiniz. Əlbəttə ki, qabaqcadan rezervasiya etməklə. Bura isə uşaqlar üçün çöldə olan oyun parkıdır və daxili ərazisi də mövcuddur. Yəni binada bütün imkanlar mövcuddur. Böyükləri də unutmayıblar. Burada sizin vaxtınızı əyləncəli keçirmək üçün bir guşə yaradılıbdır. Bölgə və bina haqqında lazım məlumatları verdim. İndi isə yeni təhvil verilmiş 3 mənzilimiz ilə sizləri tanış edim. Yeni təhvil verilən mənzilə daxil oluruq. Mənzilimizdə girişdə sol tərəfdə sanitar qovşaq mövcuddur. Sağda isə açıq mətbəximiz var. Qabyan maşın, soba, soyuducu və digər lazım avadanlıqlarla təmin olunubdur. Bura mənzilimizin oturma sahəsidir və döşəmədən tavana qədər olan sürgülü panoramik pəncərələrimiz var. Və mənzərəmiz birbaşa olaraq binanın hovuz hissəsinə və Emirates Golf Views'a baxır. Buraların hamısı belə villa şəhərçi idi. Yaşıllıq bölgədir. Qarşıda isə birbaşa hovuza baxırsınız. Orada uşaqlar üzsə çağıra bilirsiniz ki, qayıdın gəlin evə, bəstirdə. Ümumilikdə qeyd edim ki, evin sahəsi 70 kvadrat metrdir. Bura isə mənzilin yataq otağıdır. Daxili qarderoblar və özünə məxsus hamam otağı mövcuddur. Və bura yataq otağımızdır. Buradan da eyni qaydada binanın həyətyanı sahəsinə mənzərəmiz var. Mənzili təhvil olmağa gəlmişik. Girişdə sol tərəfdə qonaqlar üçün nəzərdə tutulmuş sanitar qovşaq mövcuddur. Bu 3 otaqlı mənzildə də 2 otaqlı mənzilə oxşar oturma hissəmiz var. Və burada da gördüyünüz kimi döşəmədən tavana qədər olan panoramik pəncərələrimiz. Burada 2 otaqlı mənzildən fərqli olaraq paltaryon maşın ayrı bir bölgədədir. Digər 2 otaqlı mənzildə isə mətbəx sahəsində yerləşirdi. Bura isə bizim yataq otağımız, daxilində qarderoblar. Salam aleykum. Bizim hamam otağımızdır. Mənzili təhvil alırıq deyə bu qardaşlar buranı yoxlamağa gəliblər. Burada isə eyni ilə yenə panoramik pəncərələrimiz mövcuddur. Və burada bizdə əlavə qulluqçu üçün nəzərdə tutulmuş bir otaqdır. Və özünə aid hamam otağı da mövcuddur. Siz istəsəniz buranı ofis və ya uşaq otağı da edə bilərsiniz. Bura isə mənzilimizin böyük yataq otağı. Hamam otağında digərlərinə fərqli olaraq jacuzzi mövcuddur. Və bu otağımızda da daxili qarderoblar, eyni ilə digərlərində kimi sürgülü panoramik pəncərə və eyvana çıxışımız mövcuddur. Videoya sona qədər baxdığınız üçün təşəkkür edirəm. Əgər Dubayda digər mənzillər haqqında da daha detallı məlumat sahibi olmaq istəyirsinizsə, zəhmət olmasa YouTube kanalıma abunə olun. Və bundan əlavə olaraq da web saytımızda fəaliyyətdədir. Əgər Google-a Dubai emlak olaraq axtarsanız, bizim saytımız ilk olaraq çıxacaqdır. Bu web saytda siz Dubayda olan bütün hazır və tikilməkdə olan əmlaklar haqqında məlumat sahibi ola bilərsiniz. Eyni zamanda bölgələr haqqında və ümumi Dubay əmlak bazarı haqqında məlumat sahibi ola bilərsiniz. Eyni zamanda buradan filtrli axtarışınız var. Məsəl üçün, deyək ki, biz burada hazır layihələri seçib axtarış etsək, bizim qarşımıza Dubayda hazır olan əmlakların siyahısı çıxacaqdır. Və qeyd edim ki, YouTube videosunda reklamını gördüyünüz layihə də burada yerləşdirilibdir. Cənnət Bay Diyar layihəsi. Layihə haqqında detallı məlumatı buradan sahib ola bilərsiniz. Ölçüsü, qiyməti və eyni zamanda broşuru da burada mevcuddur. Hansı ki detallarına
taxa bilərsiniz. Eyni zamanda istədiyiniz zaman da buradan WhatsApp ilə mənimlə əlaqə saxlaya bilərsiniz. Vaxtınız üçün təşəkkür edirəm. Dubayda doğru məlumatlarla xəyalınızdakı ev almaq istəyirsinizsə, mənimlə əlaqə saxlaya bilərsiniz. Təşəkkürlər.